Salam dostlar, bugün sizinle birlikte pankek edirik. Önce sizin Qurban Bayramınızı təbrik eləmək istəyirəm. Pankek etmək üçün 2 dənə yumurtanı qırırıq və çırpırıq. Beş xörək qaşığı şəkər tozu əlavə edirik. Siz istəsəniz çox şirin olmağını istəsəniz 5, az şirin olmağını normal şirin olmağını istəyirsinizsə 4 atar. Sonra çırpırıq ki, bu şəkər tozunun o dənələri qalmasın içində, o xırda qalmasın. Adam ağzına pis gələcək pankekdə sonra. Sonra yarım stəkan sütü tökürük və qarışdırırıq. Sonra isə bir xörək qaşığı qatıq. Yenə qarışdırırıq. Uşaqlar, burada qarışdırmağımızın səbəbləri odur da, yəni düyüm qalmasın. Düyüm qalsa sonra pis olacaq. Pankekimiz yəni pis pişəcək də, elə deyə bilərəm. Yəni pis olacaq. Pankekin dadı falan özü pis olacaq da. Aha, qarışdır, dayı əllərim yoruldu. Aha, bir xörək qaşığı un əliyirik unumuzun birazını. Sonra isə birazını da birazdan ələyəcəyik. Sonra isə bir paket vanil, bir paketdə qabartma tozunu əlavə edirik. Unumuzun qalanını yenidən ələyib əlavə edirik. Qarışdırıq. Burada artıq bitir. Sonra isə belə qaşığımızı götürürük və xəmirimizi belə qaşığımıza alıb edirik. Tavamıza tökürük. Tavamız 2-3 dəqiqə, 5 dəqiqə falan gözləyin ki, qızsın. Aha, belə tökürük dairə formasında. İstəsəniz qəliblərlə də formada verə bilərsiniz. Biz amma belə yumru elədik. Çox yan-yana eləməyin ki, sonra yapışacaq, pis olacaq. Bir-birinə yapışırlar da. Sonra belə üstündə nöqtələr əmələ gələndə, yəni nöqtələr olanda çevirməlisiniz. Nə qədər çox nöqtə olsa, o qədər yaxşı pişir. Pankekimizi də belə yeyirik. Yanında şokolad yağı və yaxud karamel falan ilə.